Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün toxunacağım mövzu, bugün son vaxtlar müxtəlif səhifələrdə görürəm ki, paylaşırlar yüksək səslə qışqıra-qışqıra ki, nə İtaliyadan sortlarımız gəldi, nə Almaniyadan sortlar gəldi, Fransa sortu, nə bilim Holland, Polşa, Krasnodar, Ukrayna və hamısı cəfəngiyatdır. Yəni əksəriyyəti cəfəngiyatdır. Qoy onlardan biri göstərsin ki, ya Fransadan, ya İtaliyadan kadr çəksin ki, bəs mən buradan bunu gətirirəm öncədən. Və gedirlər Azərbaycanda kəndlərdə, rayonlarda kim nə yetişdirib onların ağaclarından götürürlər, gətirsinlər və olduğu kimi satsınlar. Nədən bu cəmaatı aldadıb dünyanın ən qabaqcıl seleksiya olunmuş bitkilərini göstərirlər və nəticədə də satdığı o deyil. İnsan da alır, əziyyət çəkir, 4 il qulluq eləyir, 5 il qulluq eləyir ki, tutalım ki, məsələ ağacdan gedir, bir bəhrə versin, nəticədə görür ki, saldığı o deyil. Yəni nə qədər yalan olar, nə qədər vicdansızlıq olar. O səbəbdən əziz izləyicilər, çalışın mütləq öz bağı, sahəsi, yəni əkdiyi şeyi paylaşdığını göstərsin. Göstərsin ki, nə əkibdir. Bir dəfə meyvəsindən göstərsin ki, bax budur bizim meyvəmiz və iştiraki o satan adamın da görəsiniz ki, həqiqətən də bu adam bunu ya yetişdirir, ya da gedib xaricdən gətirib, xaricdən göstərsin ki, bunu gətirmişəm. Yoxsa yalandan xarici videoların səsinin üstünə səs yazır və insanları aldadır. Diqqətli olun, mütləq çalışın sertifikatlı və dediyim kimi satdığı məhsulu sizə sübut eləsin ki, bu həmin məhsuldandır. Yalnız bu insanlarla çalışın işləyin. Ona görə paylaşın ki, hər kəs bilsin. Sağ olun, salamat qalsın.